Bir gün Yunan filosofu Sokrat bir kişini görür ki, çox narahatdır və nigarandır. Narahat olmasının səbəbini soruşur və həmin şəxs cavabında deyir: Yolda gələndə bir tanışlarımdan birini qarşıladım və salam verdim. Amma əvəzində o mənim salamımı almadı. Mən onun bu rəftarından çox narahat oldum. Sokrat deyir: Niyə incimisən? Kişi təəccüblə cavab verir: Məlumdur ki, belə rəftar narahat edəndir. Sokrat soruşur: Əgər yolda kimisə görsən ki, yerə yıxılıb və ağrıdan bükülür, ondan inciyərsənmi? Kişi deyir: Əlbəttə ki, yox, incimərəm. Kim xəstədən inciyər ki? Sokrat deyir: İncimək yerinə nə edərdin? Kişi isə: Ürəyim yanardı, ona şəfqət göstərərdim. Çalışardım ki, həkimə aparım və dərman verim. Sokrat cavab verir: Bunları ona görə edərdin ki, onu xəstə bilərdin. Doğrudumu? Məgər insanın ancaq cismi xəstə olur? O kəsin ki, rəftarı düz deyil. Məgər onun ruhu xəstə deyilmi? Hər kimin ruhu sağlam olar, o heç bir zaman pis rəftar etməz. Ruh və fikir xəstəliyinin adı qəflətdir. Allah bizləri məhz bu qəflət yuxusundan amanda saxlasın.